Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərlə oksidləşmə reduksiya reaksiyaları bölməsini, oksidləşmə reduksiya prosesləri mövzusundakı 31-dən sona qədər olan sualları izah edəcəyik inşallah. Vaxt itirmədən 31-ci sualdan başlayaq. Hansı maddənin SO2 ilə reaksiyası oksidləşmə reduksiya tiplidir? Gəl ilk öncə maddələrin SO2 ilə reaksiyalarını yazaq. Uşaqlar, İlk öncə H2S-dən başlayırıq. H2S üzərinə gəlinsin SO2. Reaksiya nəticəsində alınacaq kükürt, bir də su. Kükürdün alınması reaksiyasıdır. Uşaqlar, reaksiya nəticəsində bəsit maddə alınıbsa və yaxud da reaksiyaya bəsit maddə daxil olubsa, bu reaksiya oksidləşmə reduksiya tiplidir. Ona görə A variantı elə bizim cavabımızdır. Digər variantlara diqqətlə baxanda C variantı ilə Y variantı ikisində də əsaslı. Yəni SO2 turşu oksidi olduğu üçün ikisi ilə də eyni tipdə reaksiya daxil olacaq. B variantı ilə D variantına baxanda görərik ki, ikisi əsasi oksiddir. İkisi ilə də duz və su əmələ gətirəcək. Ona görə də duz və su yox, əsasi oksidlərlə yalnız duz əmələ gətirəcək, əsaslarından duz və su əmələ gətirəcək. Yəni yalnız burada fərqli olan A variantı idi. Cavab da oldu A variantı. Reaksiyanı da yazdıq. Gördük ki, bəsit halında maddə alınır. Bəsit maddənin alınması da bu reaksiyanın oksidləşmə reduksiya reaksiyası tipli olduğunu göstərir. 32-ci sual. Hansı iyonlar həm oksidləşdirici, həm də reduksiya edici ola bilər? Uşaqlar, bir iyon maksimum oksidləşmə dərəcəsi, bir də minimum oksidləşmə dərəcəsi göstərmirsə, o iyon həm oksidləşdirici, həm də reduksiya edici ola bilər. Gəlin indi nə dedim, onu izah edeyim. Sink 2 müsbət, sink ikinci qrupda yerləşir. Uşaqlar, ikinci qrupun əlavə yarım qrup elementidir. Bu da onu göstərir ki, sink maksimum elə müsbət 2 oksidləşmə dərəcəsi göstərər. Sink maksimum oksidləşmə dərəcəsi göstərirsə, o yalnız elektron ala bilər. Yəni yalnız oksidləşdirici xassəyə göstərə bilər. Reduksiya edici xassəyə göstərə bilməz. Ona görə A variantı yanlışdır. Uşaqlar, burada kükürt minimum oksidləşmə dərəcəsi göstərir. Yalnız elektronu verə bilər, yəni reduksiya edici ola bilər. Əlavə elektron ala bilməz. Kükürt -3 deyə bir oksidləşmə dərəcəsi göstərə bilmir. Çünki minimum oksidləşmə dərəcəsi -2-dir. Minimum oksidləşmə dərəcəsini də hardan bilirəm? Maksimum oksidləşmə dərəcəsi müsbət 6-dır. Çünki 6-cı qrupun əsas yarım qrup elementidir. Mən dedim ki, elementin əsas yarım qrup elementlərində maksimum oksidləşmə dərəcəsi onların qrupunun nömrəsinə bərabər olur. Minimum oksidləşmə dərəcəsini də tapmaq üçün maksimum oksidləşmə dərəcəsindən 8 çıxırdıq. Niyə 8? Çünki 8 dənə qrupumuz var. Bərabərdir -2. Deməli, kükürt minimum oksidləşmə dərəcəsi göstərir. Bu variant da doğru deyil. Ferium uşaqlar müsbət 3 həm oksidləşdirici, həm reduksiya edici ola bilər. Çünki ferium 2 müsbət də göstərə bilir. Ferium müsbət 6 da ola bilir ferrat ionunda. Sonra mis müsbət 1 doğrudur. Mis müsbət 1, bir də var ferium 2 müsbət. Uşaqlar, ferium 0 oksidləşmə dərəcəsi, yəni bəsit halda 0 oksidləşmə dərəcəsi də göstərir. Həmçinin ferium 3 müsbət də göstərir. Ferium 3 müsbət də göstərir, ferium 6 müsbət də göstərir. Yəni həm oksidləşdirici, həm reduksiya edici xassə göstərə bilər. Mis də uşaqlar, mis 2 valentli də ola bilir, yəni 2 müsbət də ola bilir. Mis bəsit halda 0 da ola bilir. Ona görə ikisi də həm oksidləşdirici, həm reduksiya edici xassə göstərir. Uşaqlar, flor ən qüvvətli elektromənfi elementi yalnız oksidləşdirici xassə göstərir, reduksiya edici xassə göstərmir. Daha sonra gəlirik alüminium 3 müsbət. Uşaqlar, alüminium 3 müsbətdə maksimum artıq oksidləşmə dərəcəsi göstərir. Həmçinin burada misdə maksimum oksidləşmə dərəcəsi göstərir. Maksimum oksidləşmə dərəcəsi göstərdiyinə görə onlar yalnız elektron ala bilərlər. Yəni yalnız oksidləşdirici ola bilərlər. Y variantı da yanlışdır. 33-cü sual. Hansı halda müvafiq iyonlardan biri yalnız oksidləşdirici, digəri isə yalnız reduksiya edici xassə göstərir? Uşaqlar, hər hansı bir iyon yalnız oksidləşdirici xassə göstərməsi üçün o maksimum oksidləşmə dərəcəsinə malik olmalıdır. Çünki yalnız maksimum oksidləşmə dərəcəsində məsələn sink yalnız elektron ala bilər, elektron verə bilməz. Reduksiya edici olması üçün də oksidləşmə dərəcəsi minimum olmalıdır. İndi gəlin baxaq. Sink maksimumdur, brom minimumdur. Doğrudur uşaqlar, cavab elə oldu A variantı. Bromu hardan bildim minimum mənfi oksidləşmə dərəcəsi göstərir? Çünki 7-ci A yarım qrupunda yerləşir. Ona görə maksimum oksidləşmə dərəcəsi qrupun nömrəsinə uyğun olaraq müsbət 7-dir. Minimum oksidləşmə dərəcəsini də tapmaq üçün müsbət 7-dən çıxmalıyıq 8-i bərabərdir -1. Deməli, A variantı bizim cavabımızdır. Kükürt minimum oksidləşmə dərəcəsi göstərir. Doğrudur, amma xromun maksimum oksidləşmə dərəcəsi müsbət 6-dır. Feriumun maksimum oksidləşmə dərəcəsi müsbət 6-dır. Burada da natriumun maksimum oksidləşmə dərəcəsini verib minimum 0 oksidləşmə, yəni 0 göstərir oksidləşmə dərəcəsi. Kükürt minimum oksidləşmə dərəcəsi göstərir, amma dəmir maksimum müsbət 6-dır. Xrom maksimum müsbət 6-dır. Səhv göstərilib. Xlorda düzdür, -1-dir minimum oksidləşmə dərəcəsi. Cavabımız nə variantı da öyrənmiş olduq.
34-cü sual. Oksidləşmə reduksiya reaksiyaları üçün hansı ifadələr səhvdir? Oksidləşdirici elektron verir, reduksiya edici isə alır, səhvdir. Oksidləşdirici elektronu alır, reduksiya edici verir. Oksidləşdirici alır, bu doğrudur. Bizdən səhv variantlar istəyir. Verilən və qəbul edilən elektronların sayı bərabərdir. Doğrudur uşaqlar. Verilən və alınan elektronların sayı bərabərdir. Oksidləşmə reduksiya reaksiyalarının əmsallaşdırılması mövzusuna keçəndə bu isə sizə tam aydın olacaq. Nə qədər elektron verilibsə, o qədər də alınmalıdır. 3 doğrudur. Ona görə yalnız bir cavab da oldu. A variantı. 35-ci sual. Hansı maddələr yalnız oksidləşdirici xassəyə, yalnız oksidləşdirici xassəyə göstərən maddələrə gəlin baxın. Uşaqlar, flor yalnız oksidləşdirici xassəyə göstərir. Niyə? Çünki flor ən qüvvətli elektromənfi elementdir. Elektromənfilik sırasını yazmışdıq keçən dəfə. Ən qüvvətlisi flor idi. Flor ən qüvvətli elektromənfi element olduğuna görə o heç bir elementə elektron vermək kimi bir söhbət ola bilməz. Yəni flor heç bir şəraitdə elektron vermir, ancaq alır. Digər qeyri-metallar həm oksidləşdirici ola bilirlər, həm də reduksiya edici. Ona görə yalnız bir cavab da oldu D variantı. Hardan bilirik flor ən qüvvətli elektromənfi elementdir? 35-ci sual. Dövrü sistemdə soldan sağa, bir də yuxarıdan aşağıya doğru elektromənfilik xassəsi artır. 8-ci qrupun əsas yarımqrup elementləri bizə maraqlı deyil. Onların xarici elektron təbəqələri tamamlanıb. Təsirsiz qazlardır 8-ci qrupun əsas yarımqrup elementləri. 7-ci qrupdan başlayırıq baxmağa. Deməli, bu iki oxun kəsmə nöqtəsində düşürdüz flora, yəni ən qüvvətli elektromənfi element flordur. 36-cı sual. Kükürt hansı maddə ilə qarşılıqlı təsirdə olduqda reduksiya olunur? Reduksiya olunur nə deməkdir? Yəni kükürt hansı ilə qarşılıqlı təsirdə oksidləşdiricidir. Oksidləşdirici. Reduksiya olunursa uşaqlar, deməli maddə oksidləşdirici, oksidləşirsə maddə reduksiya edicidir. Gəlin bir-bir elə reaksiyaları yazaq. A variantından başlayırıq. HNO3. Reaksiya nəticəsində alınacaq sulfat turşusu, NO2, bir də su. Uşaqlar, kükürt 0 oksidləşmə dərəcəsinə müsbət 6 oksidləşmə dərəcəsinə gəlir. Elektron verir, yəni reduksiya edici xassəyə malikdir. A variantı yanlışdır. Keçirik B variantına. Kükürdün üzərinə gələrəm natriumu. Natrium 2S alınacaq. Yəni kükürd mənfi 2 oksidləşmə dərəcəsinə gəlir 0 oksidləşmə dərəcəsindən. Elektron alır, yəni oksidləşdirici xassə göstərir. Cavab da oldu B variantı. Digərləri də uşaqlar qeyri-metallardır. Qeyri-metallarla reaksiyada reduksiya edici xassə göstərir. Sulfat turşusu ilə də reaksiyada reduksiya edici xassə göstərir. Kükürdün sulfat turşusu ilə reaksiyası uşaqlar dedim ki, qeyri-metallar duru turşularla reaksiyaya daxil olmurlar. Y variantını gəlin yazaq. Qatı turşulardan da qatı nitrat, qatı sulfat, bir də qatı nitrat, qatı sulfat, bir də duru nitratla qeyri-metal reaksiyaya daxil olur. Daxil olan qeyri-metallarda biri kükürtdür, biri karbondur, diğeri de fosfordur. Yani H2SO4 buradaki sulfat turşusu gərək qatı sulfat turşusu olsun ki, kükürt onunla reaksiyaya daxil olsun. Reaksiya nəticəsində də alınır uşaqlar SO2, bir də su. Deməli kükürt burada müsbət 0 oksidləşmə dərəcəsindən müsbət 4 oksidləşmə dərəcəsinə gəlir. Elektron verir, yəni reduksiya edici xassə göstərir. Keçirik indi 37-ci suala. Hansı reaksiyalarda su oksidləşdiricidir? Yəni oksidləşdirici nə deməkdir? Elektron alır. Kalsium karbidin üzərinə su gələk. 37-ci sual. Reaksiyaları buradan yazıram uşaqlar. Reaksiya məhsulunu. Birinci reaksiya məhsulu kalsium hidroksid. Bir də S2H2 asetilen alınır. Deyir ki, su oksidləşdiricidir. Suyun tərkibində baxın uşaqlar, hidrogen var, müsbət 1, oksigəndə mənfi 2 oksidləşmə dərəcəsi göstərir. Oksigenin burada mənfi 2 ilə olduğu kimi qalır, hidrogəndə müsbət 1 olduğu kimi qalır. Yəni burada su nə oksidləşdirici, nə də reduksiya edicidir. Çünki suyun tərkibində olan elementlərin heç birinin oksidləşmə dərəcəsi dəyişməyib. Ona görə bizim mövzumuza aidiyyatı yoxdur. Hətta birinci reaksiya oksidləşmə reduksiya reaksiyası deyir. Keçirik 2-yə. Oksidləşmə reduksiya reaksiyası çünki bəsit halda maddə var. İndi alınan maddələri yazırıq. Karbonun üzərinə su gəldikdə su qazı alınır uşaqlar. CO üzərinə gəlinsin H2. Uşaqlar burada hidrogen müsbət 1 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. Elektron alır. Elektronun aldığına görə oksidləşdirici xassə göstərir. 2 doğrudur. 2-ni götürürük. 1 olan variantları başdan atırıq. 2 də bir A variantında var, bir də C variantında. Keçirik 3-ə yoxlamağa. Reaksiya nəticəsində alınacaq uşaqlar kalium hidroksid, bir də hidrogen. Yenə burada sərbəst hidrogen alınır. Hidrogen müsbət 1 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. Yəni elektron alır. Onda deməli
2-3, su 2-3 də su oksidləşdirici xassəyə göstərir. 4-ə baxırıq uşaqlar. Kalsium oksidinin üzərinə su gələk. Reaksiya nəticəsində alınacaq kalsium hidroksid. Bu reaksiyada oksidləşmə reduksiya reaksiyası deyil. Keçirik 38-ci sual. Oksidləşmə reduksiya proseslərini müəyyən edin. Elektrolitik dissosiasiya oksidləşmə reduksiya prosesi deyil. Dissosiasiya hələ biz bu mövzuya gəlməmişik. Gəl dissosiasiyanın mahiyyətini sizə qısa şəkildə izah edeyim. Dissosiasiya iyonlara ayrılmadır. 38-ci sual. Məsələn, natrium xlor. Natrium xlor iyonlara ayrılır. Natrium müsbət və xlor mənfi iyonlarına ayrılır. Dissosiasiya prosesi oksidləşmə reduksiya reaksiyası deyil. Duzların elektrolizi uşaqlar oksidləşmə reduksiya prosesidir. Elektrolizin tərifi bilirsiniz nədir? Deməli, elektrik cəryanı keçirdikdə elektrodlar üzərində baş verən oksidləşmə reduksiya reaksiyasına elektroliz deyilir. Yəni, burada elektrodlar üzərində oksidləşmə reduksiya prosesi baş verir. Elektrolizin mahiyyətində o mövzunu keçdikdə öyrənərik inşallah. Metalların korroziyası uşaqlar oksidləşmə reduksiya prosesidir. Korroziyası deyəndə metalların aşınmasıdır uşaqlar. Məsələn, havanın oksigeni ilə reaksiya daxil olur. Havanın oksigeni bəsit maddədir. Bəsit maddədə reaksiya daxil olsa, o reaksiya ilə olur oksidləşmə reduksiya reaksiyası. 2-3 cavab da oldu. C variantı. 39-cu sual. Natrium xlorun oksidləşmə reduksiya proseslərini göstərin. Natrium xlorun suda məhlul elektrolizi. Dedim ki, elektroliz prosesi ilə oksidləşmə reduksiya reaksiyası biri götürürük. Mis xlorikin hidrolizi. Hidroliz prosesi oksidləşmə reduksiya prosesi deyil. Mis xlorikin hidrolizi bilirsiniz nə deməkdir? Hidro nədir? Su deməkdir. Yəni mis xlorikinin su ilə reaksiyası. H2O. Reaksiya nəticəsində alınacaq mis OH2. Bir də H xlor. Oksidləşmə reduksiya reaksiyası deyil, ona görə 2 doğru deyil. Müvəqqəti codluğun aradan qaldırılması. Uşaqlar, codluq mövzusunu keçəcək. Bir müvəqqəti codluğumuz var, bir də daimi codluq var. Müvəqqəti codluğun aradan qaldırılması da oksidləşmə reduksiya reaksiyası deyil. Müvəqqəti codluq deyəndə, müvəqqəti codluğu daha doğrusu necə aradan qaldırırlar? Gəlin onu deyim. Uşaqlar, müvəqqəti codluq suyun tərkibində hidrokarbonat iyonlarının olmasıdır. Maqnezium və kalsium iyonları hidrokarbonat duzları əmələ gətirir. Yəni hidrokarbonat iyonu olur. Aradan qaldırılması üçün də suyu qaynatmaq lazımdır. Yəni bu oksidləşmə reduksiya reaksiyasına əlaqəsi yoxdur. Yalnız bir cavabımız da oldu. C variantı. 40-cı sual. Nitrat turşusunun metallarla reaksiyasından hansı elementlərin oksidləşmə dərəcəsi dəyişmir? Uşaqlar, birincisi nitrat turşusu 3 dənə nitrat turşusu metallarla. Elə bildim qeyri-metal deyil, metal. Gəlin yazaq. HNO3 bizə hansı nitratdan danışmır? Yazaq. Tutaq ki, qatı nitratı gəlin mislə reaksiyaya salaq. Reaksiya nəticəsində alınacaq mis 2 nitrat, NO2, bir də su. Deyir, hansı elementin oksidləşmə dərəcəsi dəyişmir? Başlayaq hidrogendən. Hidrogen müsbət bir oksidləşmə dərəcəsinə ilə müsbət bir oksidləşmə dərəcəsinə gəlir. Oksidləşmə dərəcəsi dəyişmədi. Azot, uşaqlar, azot müsbət 5 oksidləşmə dərəcəsindən müsbət 4 oksidləşmə dərəcəsinə gəlir. Oksidləşmə dərəcəsi dəyişir. Metala gəlirik. Metal 0 oksidləşmə dərəcəsində olur bəsit halda. Gəldi burada müsbət 2 oksidləşmə dərəcəsinə. Oksidləşmə dərəcəsi dəyişdi. 3 də bizim cavabımız deyil. Cavab yalnız 1, yəni B variantı. Keçirik indi 41-ci sual. Nitrat turşusunun metallarla reaksiyasından hansı elementlərin oksidləşmə dərəcəsi dəyişir? Uşaqlar, hansının dəyişdi? Bir azotun dəyişdi, bir də metalın. 2-3 A variantı. 42-ci sual. Hansı maddələrlə reaksiyada kükürt reduksiya olunur? Reduksiya olunur nə deməkdir? Yəni, hansı maddələrlə reaksiyada kükürt oksidləşdiricidir? Oksidləşdirici. Yəni, elektron alır. Uşaqlar, bir mənalı olaraq yadda saxlayın ki, kükürt qeyri-metallarla reaksiyada elektron almır. Əsasən metallar olan variantlara baxmalıyıq. Keçən dəfə bunu hətta hesabladıq. Bir-bir reaksiyalarda yaza bilərsiniz. Gəlin hər bir varianta bir dənə qeyri-metalla reaksiyasını yazın. Tutaq ki, kükürdün florla reaksiyası. Uşaqlar, hər hansı bir qeyri-metalla reaksiya daxil olanda kükürt, baxın. Kükürt bəsit halda 0 oksidləşmə dərəcəsinə malikdir. Uşaqlar, bu qeyri-metalların, hansı qeyri-metalın ki, elektromənfilik kükürddən böyükdür, o qeyri-metal mənfi oksidləşmə dərəcəsi göstərəcək. Kükürd müsbət. Florun elektromənfiliyi böyükdür, yoxsa kükürdün? Əlbəttə ki, florun. S-flor6 birləşməsi əmələ gələcək. Florun elektromənfi böyükdür deyə mənfi oksidləşmə dərəcəsi göstərəcək. Onda kükürd avtomatik müsbət 6 oksidləşmə dərəcəsi göstərəcək. Oksidləşdirici xassədə isə elektron almalı, yəni üstü azalmalıdır da, mənfi
mənfi oksidaşma dərəcəsi göstərməlidir. Ona görə A variantı yanlışdır. Xlorun da oksigen də elektromənfiliyi kükürddən böyükdür. Elektromənfiliyi sırasını yazıram. Flor böyükdür, oksigen böyükdür, azot bərabərdir. Xlor böyükdür, brom böyükdür, yod böyükdür, kükürt, karbon, fosfor, hidrogen, daha sonra gelir bor, silisyum, sonra da metallar. İndi uşaqlar, alüminiumun metalların deməli elektromənfiliyi kükürdün elektromənfiliyindən kiçik olduğu üçün kükürd metallarla birləşməsində mənfi oksidaşma dərəcəsi göstərəcək. Amma oksigenin elektromənfiliyi böyük olduğu üçün oksigenlə reaksiyada müsbət oksidaşma dərəcəsi göstərəcək. Qatı nitrat kükürdlə reaksiyasını mən yuxarıda yazdım. Gəlin onu yazaq. Cavab metallar olan variantı, yəni Y variantı. İstənilən metalla kükürd reaksiyaya daxil olanda mənfi oksidaşma dərəcəsi göstərəcək. Sıfırdan da mənfi oksidaşma dərəcəsinə gələn kükürdün elektron alır deməkdir, yəni oksidləşdirici xassə göstərir deməkdir. Gəlin D variantında qatı nitrat turşusunu kükürdlə reaksiyaya salaq. HNO3 qatı üzərinə gəlinsin kükürd. Reaksiya nəticəsində alınacaq H2SO4, NO2, bir də su. Kükürd burada uşaqlar 0 oksidaşma dərəcəsinə, müsbət 6 oksidaşma dərəcəsinə gəlir, elektron verir, yəni reduksiya edici xassə göstərir. Ona görə D variantı da bizim cavabımız deyil. Uşaqlar, indi bildiniz metallarla reaksiyası niyə oksidləşdirici xassə göstərir? Çünki metalların elektromənfiliyi kükürdün elektromənfiliyindən daha kiçik olduğu üçün kükürd metallarla birləşməsi, baxın, məsələn, kalium 2S, kükürdün kaliumla birləşməsində kükürd mənfi oksidləşmə dərəcəsi, metal da onsuz da həmişə müsbət oksidləşmə dərəcəsi göstərir. Digər, məsələn, özündən əvvəl yerləşən qeyri-metallarla reaksiyasında isə oksidləşdirici yox, reduksiya edici xassə göstərir. Keçirik 43-cü suala. Sonra bir reaksiyaları yazıb da cavabı tapa biləriz, amma elə vaxt itirərdiniz. Birinci elektromənfiliyi sırasını öz beyninizdə canlandırın. Hansının elektromənfiliyi böyükdürsə, deməli kükürd onlarla əmələ gətirdiyi birləşmədə müsbət oksidaşma dərəcəsi göstərir. Elektromənfiliyi böyük olan həmişə mənfi oksidaşma dərəcəsi göstərir ona görə. 43-cü sual. Hansı reaksiyada 3 elementin oksidaşma dərəcəsi dəyişir? Gəlin baxaq. NH3 katalizator iştirakında oksigenlə reaksiyaya daxil olduqda NO üzərinə gəlinsin H2O alınır. Burada azot mənfi 3 oksidaşma dərəcəsinə, müsbət 2 oksidaşma dərəcəsinə, oksigen də 0 oksidaşma dərəcəsinə, mənfi 2 oksidaşma dərəcəsinə gəlir. 2 dənə elementin oksidaşma dərəcəsi dəyişir. A variantı doğru deyil. Sink sulfidin oksigenlə reaksiyasından sink oksid bir də SO2 əmələ gəlir. Yenə burada oksigen 0-dan mənfi 2 oksidaşma dərəcəsinə, kükürt də mənfi 2 oksidaşma dərəcəsinə, müsbət 4 oksidaşma dərəcəsinə gəlir. 2 element oksidaşma dərəcəsi dəyişdi. Keçirik C variantına, deməli parçalanma reaksiyasıdır. Reaksiya nəticəsində ancaq kalium 2 manganat, üzərinə gəlinsin mangan 4 oksid, üzərindən gəlinsin oksigen. Oksigen mənfi 2 oksidləşmə dərəcəsinə, 0 oksidləşmə dərəcəsinə, mangan müsbət 7 oksidləşmə dərəcəsindən gəlir. Burada mangan müsbət 4 oksidləşmə dərəcəsinə, həmçinin mangan müsbət 7 oksidləşmə dərəcəsindən, mangan gəlir müsbət 6 oksidləşmə dərəcəsinə. Burada düzdür 3 dənə oksidləşmə dərəcəsi var, amma bir dənə element, yəni mangan 2 dənə fərqli oksidləşmə dərəcəsi göstərdi. Ona görə bizə 3 elementin oksidləşmə dərəcəsi dəyişir. Cavabı C variantı götürə bilmərik. Burada elə bir dənə mangan elementi 2 dənə oksidləşmə dərəcəsi göstərdi. Bizə 3 dənə element lazımdır. Keçirik D variantından alınan məhsulları yazmağa. Qurğuşun orta metal olduğu üçün qurğuşun 2 oksid, NO2, bir də oksigen əmələ gətirəcək. Oksigen burada mənfi 2 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə, azot müsbət 5 oksidləşmə dərəcəsinə, müsbət 4 oksidləşmə dərəcəsinə. Beləliklə 2 dənə elementin oksidləşmə dərəcəsi dəyişdi. Cavab D variantı da deyil. Keçirik Y variantının məhsullarını yazmağa. Reaksiya nəticəsində alınacaq ferium 3 oksid, ferium 2O3, üzərinə gəlinsin SO2. Davam edirik. Deməli, burada oksigen 0 oksidləşmə dərəcəsindən oksigen gələcək mənfi 2 oksidləşmə dərəcəsinə. Kükürd mənfi 2 oksidləşmə dərəcəsindən gəlir müsbət 4 oksidləşmə dərəcəsinə. Son olaraq dəmir müsbət 4 oksidləşmə dərəcəsindən müsbət 3 oksidləşmə dərəcəsinə gəlir. 3 dənə ayrı-ayrı elementin oksidləşmə dərəcəsi dəyişdiyinə görə cavabımız da oldu Y variantı. Keçirik 44-cü suala. Eyni tipdə sualdır. A variantından başlayırıq elə 44-dən.
Civən 2 nitratın parçalanması nəticəsində mühasib metal olduğu üçün civənin özü NO2, bir də oksigen əmələ gəlir. Oksigen -2 oksidaşma dərəcəsindən 0 oksidaşma dərəcəsinə, civən -2 oksidaşma dərəcəsindən 0 oksidaşma dərəcəsinə, azot -5 oksidaşma dərəcəsindən -4 oksidaşma dərəcəsinə gəlir. 3 dənə ayrı-ayrı elementin oksidaşma dərəcəsi dəyişdiyinə görə cavab belə oldu A variantı. Digərlərində uşaqlar məhsulları yazıram, siz özünüz oksidaşma dərəcələrini düzəltsiz. Kalium xlorat parçalananda kalium xlor üzərinə gəlinsin O2 olur. Mis nitrat parçalananda mis 2 oksid üzərinə gəlinsin NO2, bir də O2. Daha sonra bayaq katalizator iştirakında NH3-ün üzərinə oksigen gəldik. Adi şərait, yəni temperaturda yandırdıqda N2 üzərinə gəlsin H2O alınır. Kalium xlor O3-ün fosforların reaksiyası nəticəsində kalium xlor üzərinə gəlsin P2O5 alınır. Keçdik indi 45-ci suala. X üzərinə gəlsin Y xlor 2, X xlor 2 üzərinə gəlsin Y. Hansı ifadələr səhvdir? Burada X 0 oksidaşma dərəcəsindən xlor mənfi oksidaşma dərəcəsi göstərir də, elektromənfiliyi daha yüksəkdir. Burada yalnız gərək flor olsun ki, oksigen azot olsun ki, elektromənfili belə olsun. Bu da əvəz etmə reaksiyası ise böyük ehtimal bir-birindən pasiv olan metallardır. Xlor mənfi oksidaşma dərəcəsi göstərir. Onda bu metalda -2 oksidaşma dərəcəsi göstərəcək. Burada da Y metalı -2 oksidaşma dərəcəsi göstərəcək. Gələcək 0 oksidaşma dərəcəsinə. X oksidləşdiricidir. Yəni X deyir ki, elektron alıb. X 0 oksidaşma dərəcəsindən -2 oksidaşma dərəcəsinə gəlibsə elektron almayıb, elektron verib, 2 dənə elektron verib. Ona görə bir səhvdir, biri götürürük. X reduksiya olunur, reduksiya olunur elə oksidləşdiricidir deməkdir. Ona görə 2 də səhvdir. Y reduksiya məhsuludur, doğrudur. Y reduksiya edicidir. Üzr istəyirəm. Y oksidləşdiricidir ki, reduksiya olunur. Baxın, -2 oksidaşma dərəcəsindən 0 oksidaşma dərəcəsinə gəlir, elektron alır. Ona görə oksidləşdiricidir, yəni reduksiya olunur. Səhv olan variantlar 1 və 2, cavab da oldu A variantı. 46-cı sual. Yalnız oksidləşdirici, yalnız reduksiya edici, həm oksidləşdirici, həm reduksiya edici. Gəlin bir-bir baxaq. Birincisi, həm oksidləşdirici, həm reduksiya edici magnezium 2 müsbəti atırıq. Çünki magnezium burada maksimum oksidləşmə dərəcəsi göstərir. Yalnız oksidləşdirici. Uşaqlar, bir element yalnız oksidləşdirici xassəyə ilk öncə nədir? Onu bir aydınlaşdıraq. Oksidləşdirici xassəyə elektron almaq deməkdir. Bir element nə zaman elektron ala bilər? Yalnız elektron alma qabiliyyətinə malik ola bilər. Maksimum oksidləşmə dərəcəsinə malik olduqda. Məsələn, dəmir -6. Dəmir -6-dan, Dəmir -6-dan, dəmir -7 oksidaşma dərəcəsi göstərə bilər uşaqlar. Göstərə bilməz. Yəni bu element daha elektron verə bilməz. Ancaq elektron almalıdır. Çünki maksimum oksidaşma dərəcəsinə malikdir. Dəmir elektron alanda olacaq dəmir 3 müsbət. Daha sonra biraz da elektron alacaq, olacaq dəmir 2 müsbət. Daha sonra altdan elektron alacaq. Minimum dəmir 0. Yəni metallar minimum 0 oksidaşma dərəcəsi göstərir. Yəni maksimum oksidaşma dərəcəsinə malik olan bir element yalnız oksidləşdirici xassə göstərər. Onda minimum oksidləşmə dərəcəsinə malik olan element də yalnız reduksiya edici xassə göstərir. Məsələn, kükürt 2 mənfi, düzdür. Bu yalnız reduksiya edici xassə göstərən bir elementdir. Niyə? Uşaqlar, kükürt minimum oksidləşmə dərəcəsi elə -2-dir. Yəni maksimum oksidləşmə dərəcəsi -6-dır. -6. Minimum oksidləşmə dərəcəsi də -6-dan çıxaram 8-i, -2 eləyər. Niyə -6? Çünki 6-cı qrupun əsas yarım qrup elementidir. Hər bir element maksimum oksidləşmə dərəcəsi göstərdiyi olduğu qrupun nömrəsinə bərabər olur. -2 oksidləşmə dərəcəsi. Yenə elektron alsın, tutaq ki, oksidləşdirici xassə göstərsin. Elektron alar, olar 3 mənfi. 3 mənfi deyə göstərə bilər. Xeyr, minimum elə bunun -2-dir. Daha elektronu hardan alacaq? Ona görə yalnız reduksiya edici xassə göstərir. Həm oksidləşdirici, həm reduksiya edicini də gördük. İndi davam edirik. A variantından başlayırıq. Uşaqlar, oksigen 0 halında həm minimum, həm də uşaqlar üstürəm, həm reduksiya edici, həm də oksidləşdirici ola bilər. Çünki oksigen həm müsbət oksidləşmə dərəcəsi göstərir, həm də mənfi. Daha sonra kalsiyum 0, kalsiyumun minimum oksidləşmə dərəcəsi bizə maksimum olan lazımdır. Cavab ya A'dır, ya C'dir, ya da Y'dir. Metalların maksimum oksidləşmə dərəcəsi elə onların göstərdiyi valentliyə uyğun olur. Keçirik 2. Kükürt 2 mənfi minimum oksidləşmə dərəcəsi göstərir. Kalium 0 uşaqlar, kaliumun minimum oksidləşmə dərəcəsidir. Flor mənfi ilə florun minimum oksidləşmə dərəcəsidir. Beləliklə yenə bir variant tapa bilmədik. Sadəcə B ilə D-nin yanlış olduğunu düşünürük. Keçirik
3'ə, Z-də baxırıq. Həm oksidləşdirici, həm reduks edici. 0 metalların minimum oksidaşma dərəcəsi 0'dır. Ona görə kalsium minimum oksidaşma dərəcəsinə malik olduğuna görə yalnız reduks edici xassəyə göstərər. A variantı yanlışdır. Kükürt 0 oksidaşma dərəcəsində həm oksidləşdirici, həm reduks edici xassəyə göstərə bilir. Niyə? Çünki minimum oksidaşma dərəcəsi -2, maksimum oksidaşma dərəcəsi isə -6'dır. C variantımız doğrudur. D variantında da flor 0. Uşaqlar, flor 0 olanda uşaqlar deməli bunun maksimum oksidaşma dərəcəsidir, minimumu da -1'dir. Flor 2 dənə oksidaşma dərəcəsi göstərir, istisna elementdir. Deməli maksimum oksidaşma dərəcəsinə malikdir, ona görə də yalnız oksidləşdirici xassə göstərir, ona görə də Y variantımız da yanlışdır. Keçirik 47-ci suala. Karbonun üzərinə hidrogen gəlib X maddəsini alır. Daha sonra X maddəsini 1500 dərəcə Celsiusdə parçalayır. Gəlin sırayla yazaq. İlk öncə başlayaq elə karbonun üzərinə hidrogen gəlməklə. Karbonun üzərinə hidrogen gələndə metan alınır uşaqlar. CH4. CH4 1500 dərəcə Celsius parçalanan, 1500 dərəcə Celsius temperaturda parçalananda C2H2, bir də hidrogen qazı alınır. Y C2H2'dir. C2H2'dən üzərinə də uşaqlar aktivləşdirilmiş kömür gələndə C6H6, yəni benzol alınır. Bizə deyir ki, hansı mərhələ oksidləşmə reduksiya tiplidir? Birinci mərhələdə uşaqlar bəsit maddə reaksiyaya daxil olur, mürəkkəb maddə alınır. Reaksiyaya bəsit maddə daxil olursa, o reaksiya oksidləşmə reduksiya tiplidir. İkinci mərhələdə CH4 parçalanır, C2H2, bir də bəsit maddə, yəni H2 əmələ gəlir. Bəsit maddə əmələ gəlirsə, o reaksiyada oksidləşmə reduksiya tiplidir. Üçüncü mərhələdə C2H2'nin üzərinə aktivləşdirilmiş kömür gəlinir və C6H6 alınır. Uşaqlar, istəyəcəksiniz, mən burada aktivləşdirilmiş kömür və 0, onda üçüncü mərhələdə oksidləşmə reduksiya reaksiyası. Uşaqlar, burada aktivləşdirilmiş kömür katalizator rolu oynayır. Yəni reaksiyaya daxil olmur. Ona görə katalizator kimi düşünün. Katalizator rolu oynadığına görə üçüncü reaksiya oksidləşmə reduksiya reaksiyası tipli deyil. Burada aktivləşdirilmiş kömür reaksiyaya daxil olmur. Sadəcə reaksiyanın sürətini artırır. 1 və 2 cavab da oldu A variantı. Keçirik indi 48-ci suala. Bizə reaksiya verib. Qısa iyon tənliyində hansı element reduksiya olunur? Qısa iyon tənliyinə əsasən hansı element reduksiya olunur? Reduksiya olunur nə deməkdir? Hansı element oksidləşdiricidir? Oksidləşdirici. Deyir, hansı element oksidləşdiricidir? Uşaqlar, burada metala baxın, 0 oksidləşmə dərəcəsində müsbət 2 oksidləşmə dərəcəsinə gəlib, reduksiya edicidir. Misi atdıq. Sonra hidrogen müsbət 1 oksidləşmə dərəcəsində, elə müsbət 1 oksidləşmə dərəcəsinə gəlib, nə reduksiya edici, nə də oksidləşdiricidir. Hidrogeni də atdıq. Azot NO3-də müsbət 5 oksidləşmə dərəcəsi göstərir. Uşaqlar, nitrat turşusunun qalığı istəyir iyon şəklində olsun, istəyir H-la birləşsin, istəyir natriumla birləşsin. Fərqi yoxdur. Nitrat turşusu qalığı varsa, o da azot müsbət 5 oksidləşmə dərəcəsi göstərir. Yəni də belə də hesablaya bilərsiniz. Müsbət 5, oksigen də -2-dir. Axı -2-ni 3-ə vururuq -6, üzərinə gəlsin müsbət 5, -1. Dedim ki, iyonun hər hansı bir iyonun yükü, daha doğrusu oksidləşmə dərəcələrinin cəmi ilə iyonun yükünə bərabər olur. Deməli, azot nə oldu? Azot oksidləşdirici oldu. Çünki elektron alır, müsbət 4 oksidləşmə dərəcəsinə gəlir. Son olaraq oksigenə baxırıq. Oksigen heç yoxdur, var. -2 oksidləşmə dərəcəsindən -2 oksidləşmə dərəcəsinə gəlir. Nə reduksiya edici, nə də oksidləşdiricidir. Cavab da oldu yalnız azot, Y variantı. Qısa iyon tənliyinə əsasən hansı element oksidləşir? Oksidləşir nə deməkdir? Hansı element reduksiya edicidir? Reduksiya edici. Bayaq dedim, yalnız mis burada reduksiya edicidir. Çünki 0 oksidləşmə dərəcəsindən müsbət 2 oksidləşmə dərəcəsinə gəlir. Elektron verir. Cavab da oldu D variantı. 50-ci sual. Kükürdün birləşmələrdə mümkün oksidləşmə dərəcəsinə uyğun elektron formulu. 2p6. İlk öncə kükürdün qısa elektron formulunu yazıram uşaqlar. 3s2 3p4. Deməli uşaqlar, deyir ki, 2p6 kükürdün birləşmələrdə mümkün oksidləşmə dərəcələrinə uyğun elektron formulu. X-in qısa elektron formuluna baxırıq. X-in qısa elektron formulu uşaqlar 2s2 2p6-dır. Neçə dənə elektron var? 10 dənə elektron var. Normalda kükürddə neçə dənə elektron olur? 16 dənə elektron olur. Deməli kükürd 6 dənə elektron verir. Kükürd 0 halından 6 dənə elektron verir və gəlir kükürd 6 müsbət halına. 6 müsbət oksidləşmə dərəcəsi göstərən halına. Formulu, qısa elektron formulu necə olacaq? 2p6.
İndi keçirik Y-ə. Y-in qısa elektron formulu necədir? 3s2 şəklindədir. Y-dən deməli normalda kükürddə 16 dənə elektron olur. Y-də neçə dənə elektron var? Y halında kükürddə 3s2 12 dənə elektron var. 12 dənə elektron varsa deməli kükürd burada. Elektronu burada yazmırlar. Sıra nömrəsini yerində yazdım. 16 dənə elektronu var, 12 dənə elektronu var. Sıra nömrəsi 16 olaraq qalır uşaqlar. Sıra nömrəsi dəyişmir. 12 dənə elektron varsa kükürt burada neçə oksidləşmə dərəcəsi göstərir? Müsbət 4 oksidləşmə dərəcəsi göstərir. Yəni 4 dənə elektron vermişdir. Keçirik 3-cü Z halına. Z də bərabərdir. Qısa elektron formulunu verib 3p6. 3p6 uşaqlar əlavə 2 dənə elektron alıb. Kükürdün 16 dənə elektronu olur normal halda və kükürd gəlib burada neçə dənə elektronu var? 18 dənə elektronu var. Deməli kükürd 2 dənə elektron almışdır. 2 dənə elektron alıbsa 2 mənfi oksidləşmə dərəcəsi göstərir. Deyir ki, kükürdün birləşmələrdəki oksidləşmə dərəcələrinə uyğun xassələrini müəyyən edin. Yalnız reduksiya edici xassə 1. Uşaqlar, kükürd maksimum oksidləşmə dərəcəsində minimum oksidləşmə dərəcəsində yalnız reduksiya edici xassə göstərəcək. Niyə? Z-də yalnız reduksiya edici xassə göstərəcək. 1 getdi Z-də. Çünki yalnız elektron artıq ala bilər. Elektron artıq verə bilər. Çünki bəs qədər elektron alıb artıq. Minimum oksidləşmə dərəcəsi göstərir. Həm oksidləşdirici, həm reduksiya edici müsbət 4-də olar. 2 getdi ortaya. 2-nin ortaya getdi. 1-in də axıra getdi variant. Cavab oldu D variantı. Kükürd maksimum oksidləşmə dərəcəsi göstərdiyi halda yalnız oksidləşdirici olur. Yəni yalnız elektron artıq ala bilər. Minimum şəkildə uşaqlar artıq maksimum şəkildə artıq elektron verib. İndi elektron almalıdır. Deməli kükürd maksimum oksidləşmə dərəcəsi göstərdiyi halda, yəni müsbət 6 oksidləşmə dərəcəsi göstərdiyi halda yalnız oksidləşdirici xassə göstərir. Cavabımız da oldu D variantı. 51-ci sual. Hansı halda müvafiq olaraq iyonlardan biri yalnız oksidləşdirici, digəri isə yalnız reduksiya edici xassə göstərir? Bir iyonun yalnız oksidləşdirici xassə göstərməsi üçün o maksimum oksidləşmə dərəcəsinə malik olmalıdır. Maksimum oksidləşmə dərəcəsinə malik olanda yalnız elektron almağa meyil göstərəcək. Minimum oksidləşmə dərəcəsinə malik olanda da yalnız reduksiya edici xassə göstərir. Xromun uşaqlar müsbət 6 oksidləşmə dərəcəsi də var. Ona görə maksimum oksidləşmə dərəcə deyil. Sink 2 müsbət maksimum oksidləşmə dərəcəsi, yod mənfi də minimum oksidləşmə dərəcəsidir. Oksidləşmə dərəcəsidir yod üçün. Ona görə də cavab oldu B variantı. Uşaqlar, sink 2-ci qrupda yerləşir. Ona görə maksimum oksidləşmə dərəcəsi 2 müsbətdir. Yod da 7-ci ayarım qrupunda yerləşir. Maksimum oksidləşmə dərəcəsi müsbət 7, minimum oksidləşmə dərəcəsi də mənfi 1-dir. Gəlirik C variantına baxaq. Dəmirin maksimum oksidləşmə dərəcəsi müsbət 6. D-də də həmçinin. Y-də də xromun maksimum oksidləşmə dərəcəsi müsbət 6. Cavab niyə B variantıdır? Onu da öyrənmiş olduq. 52-ci sual. Hansı çevrilmə reduksiya prosesi baş verir? Reduksiya prosesi nədir? Yəni hansı çevrilmədə oksidləşdirici var? Oksidləşdirici. Reduksiya prosesi oksidləşdiricidir. Yod mənfi oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. Yəni burada elektron vermiş olur. Oksidləşdirici xassəsi elektron almaq deməkdir. A variantı səhvdir. Azot kalium NO2-dən müsbət 3 oksidləşmə dərəcəsindən müsbət 5 oksidləşmə dərəcəsinə gəlir. 2 dənə elektron verir. B də bizim cavabımız deyil. Kükürt 0 oksidləşmə dərəcəsindən müsbət 4 oksidləşmə dərəcəsinə gəlir. 4 dənə elektron verir. C də bizim cavab deyil. Xlor burada müsbət 1 oksidləşmə dərəcəsindən mənfi oksidləşmə dərəcəsinə gəlir. 2 dənə elektron alır. Ona görə də cavabımız oldu D variantı. Y variantında da kükürt mənfi 2 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. Elektron verir. Ona görə də Y variantında da bizim cavabımız yoxdur. Reduksiya edici xassə var. 53-cü sual. Hansı maddələr reaksiyada hidrogen reduksiya olunur? Hidrogen reduksiya olunur, yəni hidrogen oksidləşdiricidir. Gəlin ilk öncə maddələri yazaq. Birinci metal, 2 dənə metal verilib, 2 dənə qeyri-metal verilib. İlk öncə gəlin bir dənə metalla baxaq. Kalium üzərinə gəlinsin H2. Kalium hidrid alınır uşaqlar. Reaksiya tənliyini əmsallaşdırdıq. Deməli kalium hidrogen 0 oksidləşmə dərəcəsindən mənfi 1 oksidləşmə dərəcəsinə gəlir. Yəni oksidləşdirici xassə göstərir. Elektron alır. 2 dənə elektron alır. Ona görə də oksidləşdirici xassə göstərir. Deməli hidrogen metallarla reaksiyada oksidləşdirici xassə göstərir. Yəni reduksiya olunur. Ona görə də cavab belə oldu 1 və 2. B variantı.
Heç qeyri-metallara baxmağa ehtiyac yoxdur. Məsələn, qeyri-metal karbon üzərinə gəlsin hidrogen. Reaksiya nəticəsində alınacaq CH4. Hidrogen müsbət 1, 0 oksidaşma dərəcəsindən gəlir. Elektron verdiyinə görə reduksiya edici xassəyə göstərir. 54-cü sual. Hansı mərhələlərdə hansı maddələrlə reaksiyada hidrogen oksidləşir? Yəni reduksiya edici xassəyə göstərir. Bir maddə oksidləşirsə o reduksiya edici xassəyə göstərir. Bayaq dedim ki, metallarla reaksiyada oksidləşdirici xassəyə göstərir. Ona görə də cavab oldu 2 və 4. C variantı. Qeyri-metallarla reaksiyada görürük ki, reduksiya edici xassəyə göstərir. 55-ci sual. Y2 mənfi ionunu verib. Gəlin ilk öncə bir-bir müəyyən eləyək. Y2 mənfi ionumuz var. 2 dənə elektron verdi. 2 dənə elektron veribsə A bərabər oldu 0-a. Niyə uşaqlar? 2 dənə mənfi elektronu vardı, ikisini də verdi. A oldu 0. Daha sonra 6 dənə də elektron aldı. Onda B bərabərdir. 6 dənə də elektron verdi. Onda B də oldu müsbət 6. 6 dənə də verir. Üstün qiyməti getdikcə artır. Daha sonra 2 dənə elektron alır. Yəni 2 dənə mənfi yük alır. Onda C də bərabərdir. Müsbət 4. Cavab da oldu Y variantı. Keçirik 56-cı suala. X mənfi 3 idi. 5 dənə elektron verdi. A oldu müsbət 2. Müsbət 2 oksidaşma dərəcəsinə malik oldu. Daha sonra 3 dənə də elektron verdi. B oldu müsbət 5. Elektronun sayı azalında üstü artır. Daha sonra 8 dənə elektron aldı. C də bərabər oldu mənfi 3'ə. Cavab da oldu B variantı. 57-ci sual. Reaksiyanın sxemini bizə verib. Oksidləşmə reduksiya reaksiyasında hidrogen atomunun göstərdiyi xassə. İlk reaksiyada uşaqlar sink xlor 2, bir də H2 alınır. Hidrogen burada müsbət 1 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. Elektron alır. Elektron aldığına görə də göstərdiyi xassə oksidləşdirici xassədir. Keçirik 2-yə. Hidrogenlə xlor reaksiyası nəticəsində H-xlor əmələ gəlir. Hidrogen 0 oksidləşmə dərəcəsindən müsbət 1 oksidləşmə dərəcəsinə gəlir. Elektron verir, yəni reduksiya edici xassə göstərir. Natriumun hidrogenlə reaksiyasından natrium hidrid alınır. Hidrogen 0 oksidləşmə dərəcəsindən mənfi 1 oksidləşmə dərəcəsinə gəlir. Elektron alır. Elektron aldığına görə də oksidləşdirici xassə göstərir. Cavab da oldu C variantı. Keçirik 58-ci suala. Eyni tipdə sual da elə. Feryumun H-xlorla reaksiyası nəticəsində feryum xlor 2, bir də H2 alınır. Hidrogen müsbət 1 oksidləşmə dərəcəsindən gəlir hidrogen 0 oksidləşmə dərəcəsinə. Hidrogen müsbət 1 oksidləşmə dərəcəsindən gəlir 0 oksidləşmə dərəcəsinə. Yəni elektron almış olur. Elektron alırsa oksidləşdirici xassə göstərir. Davam edirik. Hidrogen oksigenlə reaksiyası nəticəsində H2 alınır. Hidrogen 0 oksidləşmə dərəcəsindən müsbət 1 oksidləşmə dərəcəsinə gəlir. Elektron verir, yəni reduksiya edici xassə göstərir. Hidrogenin kalsiumla reaksiyasından kalsium hidrid alınır. Hidrogen 0 oksidləşmə dərəcəsindən mənfi 1 oksidləşmə dərəcəsinə gəlir. Elektron aldığına görə oksidləşdirici xassə göstərir. Cavabımız da oldu Y variantı. Keçirik indi 59-cu suala. Bizə hansı mərhələlərdə karbonun oksidləşmə dərəcəsi dəyişmir? Uşaqlar, birinci mərhələdə oksigen mənfi 2, hidrogenlər müsbət 1, karbonda 0 oksidləşmə dərəcəsi göstərir. Daha sonra burada hidrogen müsbət 1, mənfi 2, karbon da göstərəcək mənfi 2 oksidləşmə dərəcəsi. Birinci mərhələdə karbonun oksidləşmə dərəcəsi dəyişdi. Keçirik 2-yə, burada yenə karbon 0 oksidləşmə dərəcəsi göstərir, ikinci mərhələdə də dəyişir. Daha sonra 0 oksidləşmə dərəcəsi mənfi 2, müsbət 1, mənfi 2, müsbət 1. Karbon da burada göstərəcək müsbət 2 oksidləşmə dərəcəsi. Yeni oksidləşmə dərəcəsi dəyişdi. H2O, uşaqlar CH3OH əmələ gəlir. Bir də H2O. Əmələ gələn birləşməni yazmayıb burada. Gəlin biz yazaq. Hidrogen, karbon, karbona 2 dənə oksigen, 1 oksigen daha, bir də CH3. CH3 uşaqlar buradakı hidrogenlə əvəz olunur. Burada karbonun oksidləşmə dərəcəsinə gəlin baxaq. CH3, karbonun oksidləşmə dərəcəsi, oksigende mənfi 2, hidrogen müsbət 1, buradakı oksigen də mənfi 2, buradan da hidrogen müsbət 1, burada oksigen 2 mənfi, 2 dənə elektron alır, oksigenin elektromənfiliyi karbonun elektromənfiliyindən daha böyüdür. Hidrogen də bir dənə elektron verəcək karbona, bir elektron hidrogen verir, 2 dənə də
deməli buradakı oksigen alır. Bu oksigen də bir dənə elektron karbondan alır, bir dənə də elektron sağındakı karbondan alır. Ona görə burada da karbonun oksidaşma dərəcəsi oldu müsbət 2. Üzvü kimyanı keçəndə artıq uşaqlar siz karbonun oksidaşma dərəcəsini daha sadə müəyyən edə bilərsiniz. İndi dediyim yol sizi biraz başınızı qarışdıra bilər. Oksidaşma dərəcəsi dəyişməyi yalnız oldu 4, cavab da oldu D variantı. 60-cı sual, hansı maddələr həm oksidləşdirici, həm də reduksiya edici xassəyə göstərir? Metallar yalnız reduksiya edici, flor da yeganə element qeyri-metaldır ki, yalnız oksidləşdirici xassəyə göstərir. Ona görə də 2 və 4. Qeyri-metallar həm reduksiya edici, həm oksidləşdirici xassəyə göstərir. Metallar yalnız reduksiya edici xassəyə göstərir. Flor da yalnız oksidləşdirici xassəyə göstərir. Çünki ən qüvvətli elektron mənfi elementdir. Yalnız elektron alır, heç kəsə elektron vermir. Hansı maddələr həm oksidləşdirici, həm də reduksiya edici xassəyə göstərir? Flor yalnız oksidləşdirici, metallar yalnız reduksiya edici. Cavab da oldu 2 və 3. 62-ci sual, hansı maddələrin termiki parçalanması oksidləşmə reduksiya reaksiyasıdır? Uşaqlar, yəni bir-bir maddələri parçalayaq. Kalsium karbonat parçalananda kalsium oksid, bir də karbon qazı alınır. Heç bir elementin oksidləşmə dərəcəsi dəyişmədiyinə görə bu reaksiya oksidləşmə reduksiya reaksiyası deyil. 2. Natrium nitrat parçalananda natrium nitrit, bir də oksigen əmələ gəlir. Bəsit halda maddə alınır. Bu reaksiya oksidləşmə reduksiya reaksiyasıdır. Kalium xlorat parçalananda kalium xlor, bir də oksigen əmələ gəlir. Bəsit halda maddə alınır. Oksidləşmə reduksiya reaksiyasıdır. 4. Kalium MnO4, mangan O4 parçalananda alınır kalium 2 MnO4, üzerine gelinsin mangan 4 oksit, bir de oksigen. Bəsit halda madde alınır, oksidləşmə reduksiya reaksiyasıdır. 5. sual, natrium hidrokarbonat parçalananda natrium karbonat, karbon qazı, bir də su. Heç bir maddənin oksidləşmə dərəcəsi dəyişmədiyinə görə bu reaksiyada oksidləşmə reduksiya reaksiyası deyil. Cavab oldu 2, 3 və 4. 63. sual. Hansı reaksiyada oksigen yalnız oksidləşdiricidir? Yalnız oksidləşdirici nə deməkdir? Yəni yalnız elektron ala bilər oksigen. Gəlin baxaq. H2O2-nin mangan 4 oksid iştirakında parçalanması nəticəsində su, bir də oksigen əmələ gəlir. Oksigen burada -1 oksidləşmə dərəcəsindən, burada müsbət 1-dir hidrogen, -2, bir də 0 oksidləşmə dərəcəsinə gəlir. Burada oksigen həm oksidləşdirici, həm də reduksiya edicidir. Xeyr. Kalium xlorat parçalananda kalium xlor, bir də oksigen əmələ gəlir. Oksigen -2 oksidləşmə dərəcəsinin 0 oksidləşmə dərəcəsinə gəlir. 2 dənə elektron vermiş olur. Ona görə burada reduksiya edici xassəyə göstərir. 2 də bizim cavabımız deyil. Keçirik 3-ə baxmağa. Natriumun oksigenlə reaksiyasında natrium peroksid əmələ gəlir. Uşaqlar, əslində adi şəraitdə natrium oksigenlə reaksiyaya daxil olanda natrium oksidi əmələ gəlir. Natrium oksigende yananda, yəni temperatur şəraitində yananda, yanma bilir ki, temperatur iştirakında baş verir. Onda natrium peroksidi əmələ gəlir. Burada bizə adi şərait deyilir. Adi şəraitdə natrium oksigenlə reaksiyada natrium oksidi əmələ gətirir. Oksigen burada 0 oksidləşmə dərəcəsindən -2 oksidləşmə dərəcəsinə gəlir. Ona görə də 2 dənə elektron almış olur. 3-də oksigen oksidləşdirici xassəyə göstərir. NH3-də oksigen yananda azot qazı, bir də su əmələ gəlir. Əgər katalizatorda reaksiyaya daxil olsaydı, onda NO+ su əmələ gələrdi. Oksigen burada 0 oksidləşmə dərəcəsindən -2 oksidləşmə dərəcəsinə gəlir. 2 dənə elektron alır. 4 dənə elektron alır. Ona görə də 4-də də oksidləşdirici xassəyə göstərir. Niyə 4 dənə elektron alır? Çünki burada O2 var. 64-cü sual. Hansı sxem üzrə kimyəvi reaksiya mümkündür? Uşaqlar, metallar bəsit halda elektron ala bilməzlər. Ona görə 2 doğru deyil. Onlar yalnız elektron verərlər. Elektron alacaq nə olacaq? Natrium mənfi ionuna çevriləcək. Xeyr. Yalnız elektron verib natrium müsbət ionuna çevriləcək. Flor da dedim ki, yalnız oksidləşdirici xassəyə göstərir. Reduksiya edici ola bilmir. Yəni elektron vermir. Çox qüvvətli elektromənfi elementdir. Yalnız elektron alır. Ona görə də 1 və 4 doğrudur. 65-ci sual. Hansı proseslər oksidləşmə reduksiya reaksiyasıdır? Dedik ki, koroziya oksidləşmə reduksiya reaksiyasıdır. Uşaqlar, cracking də oksidləşmə reduksiya reaksiyasıdır. Crackingi gələcək dərslərdə öyrənəcəksiniz. Tutaq ki, crackingi bir də misal göstərirəm. C4H10 parçalanır. C2H6
Bir də C2H4 əmələ gətirir. Oksidləşmə reduksiya reaksiyasıdır. Hidroliz hidrolizə reduksiya reaksiyası deyil. Bunu bayaq yazdıq. Elektrolizin öz tərifindən bilinir ki, oksidləşmə reduksiya reaksiyasıdır. Sabit elektrik cəryanı keçirdikdə elektrodlar üzərində baş verən oksidləşmə reduksiya reaksiyasına elektroliz deyilir. Distillə də oksidləşmə reduksiya reaksiyası deyil. Cavab 1, 2 və 4 oldu. 66-cı sual. Azotun hidrogenlə reaksiyasından amonyak alınır. Oksidləşdirici molekulları reaksiyaya daxil olan maddə molekulların ümumi sayının necə? Oksidləşdiricinin molekulları. İlk öncə oksidləşdiricini gəlin müəyyən edirik. Azot 0 oksidləşmə dərəcəsindən -3 oksidləşmə dərəcəsinə, hidrogen 0 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gəlir. Deməli, oksidləşdirici nədir? Elektron alan. Deməli, oksidləşdiricimiz oldu azot, 6 dənə elektron alıb. Oksidləşdirici molekulları, yəni oksidləşdiricinin mol sayı. Oksidləşdiricinin mol sayı nə qədərdir uşaqlar? 1 mol. Deyir ki, oksidləşdirici molekulları ümumi maddə molekullarının, ümumi maddənin mol sayı nə qədərdir? Reaksiyaya daxil olan 4 mol. Ümumi reaksiyaya daxil olan maddələrin molekulu 4 moldur. Deyir, neçə faizini təşkil edilir? Vurulsun 100. İxtisarlarımızı aparırıq. Bir heç burada ixtisar getmirik. 100-ə gedir 25 dəfə. Cavab da oldu 25%. Eynisini deyir buradaki reduksiya edicinin molekullarının. Reduksiya edici neçə moldur? Uşaqlar 3 moldur. Uşaqlar elə molekul sayını mol sayından bir götürə bilərik. Orada Na da var. Nalar olsa ixtisar gedirlər. Molekul sayı reduksiya edicinin 3 moldur. Reaksiyaya daxil olan maddələrin molekullar sayı 1 mol azot, 3 mol da hidrogen, 4 mol. Neçə faizini təşkil edir? Vururuq 100-ə. İxtisar gedir 25 dəfə. 75 faizini təşkil eləyir. Keçdi 68-ci suala. Bizə ion rabitəli XY3 birləşməsini verir. Oksidləşmə reduksiya reaksiyasından alınan məhsullar. Deməli, X0, YO4 mənfi, XY3 birləşməsi bir molekulunda, yəni bir dənə XY3-də oksidləşmə reduksiya reaksiyasının ümumilikdə verdiyi və aldığı elektronların say fərqini müəyyən edin. 68-ci sual. Uşaqlar, XY3 birləşməmiz var. Oksidləşmə reduksiya reaksiyasından alınan məhsullar. Deməli, X0, Y-də O4 mənfi. Uşaqlar, 0 oksidləşmə dərəcəsinə gəlibsə, deməli, bunu təsəvvür eləyək, X-i təsəvvür eləyək metal kimi. Çox vaxt birləşmələrdə metal, məsələn, istənilən bir metallı birləşmədə metal birinci yazılır, sonra tutaq ki, qeyri-metal yazılır. Ona görə X-i təsəvvür eləyirik metal kimi. Metaldırsa, onda birləşməyə baxanda görürük ki, X burada müsbət 3 oksidləşmə dərəcəsi göstərir, Y-də mənfi 1 oksidləşmə dərəcəsi göstərir. Deməli, X müsbət 3 oksidləşmə dərəcəsindən gəlir X 0 oksidləşmə dərəcəsinə. Neçə dənə elektron almış olur? 3 dənə elektron alır. Keçirik indi Y-ə. Y mənfi oksidləşmə dərəcəsindən gəlir YO4 mənfi oksidləşmə dərəcəsinə. YO4 mənfidə gəlin Y-in oksidləşmə dərəcəsini tapaq. Oksigenin oksidləşmə Y-in oksidləşmə dərəcəsini elə götürək. Tutaq ki, X yox, Y götürək. Y üzərinə gəlinsin. Oksigenin oksidləşmə dərəcəsi mənfi 2. Mənfi 2-ni 4-ə vuranda mənfi 8. Dedim ki, hər hansı bir iyonda oksidləşmə dərəcələrinin cəmi iyonun yükünə bərabərdir. Mənfi 1 oldu. Onda Y-in bu birləşmədə oksidləşmə dərəcəsi oldu müsbət 7. Elektron balansı tənliyini belə yazaq. Y mənfi oksidləşmə dərəcəsindən Y müsbət 7 oksidləşmə dərəcəsinə gəlir. 8 dənə elektron vermiş olur. Bizə deyir ki, oksidləşmə reduksiya reaksiyasında ümumilikdə verdiyi və aldığı elektronların sayının fərqini istəyir. Uşaqlar, gəlin bir burada yer açaq. Verdiyi və aldığı elektronların fərqi. Deməli, Y burada neçə dənədir? 3 dənədir. Onda 3 molu üçün hesablayarıq. 3 vurulsun 8. Deməli, Y mənfi, 3 mol Y mənfi çıxılsın 24 dənə elektron verir və olur Y müsbət 7. Mol miqdarını yaddan çıxartmayın uşaqlar. 3 dənə Y başlanğıc maddədə varsa 3 dənə də Y alınacaq. Verdiyi və aldığı elektronların fərqi. Aldığı elektronlar 3 dənədir. Verdiyi elektronlar 24 dənədir. 24-dən 3 çıxanda 21. Verdiyi və aldığı elektronların fərqi oldu 21. İndi siz deyəcəksiniz ki, mən burada mənfi 24-dür, burada müsbət 3-dür. Mənfi 24-dən verdiyi və aldığı da
verdiyi və aldığı mənfi 24-dən çıxarıq müsbət 3-ü. Elə cavab olacaq uşaqlar mənfi 27. Deyəcəksiniz ki, mənim 27 uşaqlar. Elektronun onsuz da yükü mənfidir. Burada ha elektron alsın, ha elektron versin. Yəni yük onsuz da eyni qalır. Ona görə verdiyi və aldığı elektron fərqi deyəndə biz birbaşa 24-dən 3-ü çıxırıq. 24-dən mənfi 3-ü, müsbət 3-ü. Burada bizə 3-ün qabağında və yaxud 24-ün qabağında olan mənfi müsbət bizə lazım deyil. Verdiyi və aldığı elektron. Elektronun yükü bizə maraqlı deyil. Neçədən elektron verilib, neçədən elektron alınıb, onları bir-birindən çıxırıq. İndi mən birinci X-i metal götürdüm, Y-i də qeyri-metal. Cavab 21 düzdə alındı. İndi tərsinə götürək, baxaq cavab necə alınır. Götürək uşaqlar Y-i metal, X-i götürək qeyri-metal. Belə bir hal da ola bilər də. Hələ cavab alınmasaydı mən bunu tərsinə götürəcəkdim. Gəlin götürək. 68-də ikinci variantı yoxlayıram. X, Y, 3 birləşməsi var. Y-i götürürəm qeyri-metal. Onda Y göstərici mənfi 3 oksidaşma dərəcəsi. X göstərici mənfi 3 oksidaşma dərəcəsi. Y də göstərici müsbət 1 oksidaşma dərəcəsi. Ümumilikdə molekulun oksidaşma dərəcəsi 0-a bərabər oldu. Götürdük Y metal, X qeyri-metal. İndi X deyir ki, mənfi 3 oksidaşma dərəcəsindən X 0 oksidaşma dərəcəsinə gəlib. Tutaq ki, qeyri-metaldır da. Neçə dənə elektron verir? Verdiyi elektronların sayı 3 dənədir. 3 dənə elektron verir. Keçirik indi Y-ə. Y O4 mənfi ionuna gəlir. Yəni gəlin Y 3 dənə Y, 3 mol yazaq qabağına. Müsbət 1 oksidləşmə dərəcəsindən 3 dənə Y, indi bilmirik neçəyə gəlib. Gəlin Y O4-də hesablayaq neçəyə gəlib. Y O4 mənfi, oksigen mənfi 2 oksidləşmə dərəcəsi göstərir. Bayaq hesabladıq ki, Y-də müsbət 7 oksidləşmə dərəcəsi göstərir. Gəlir müsbət 7-yə. Müsbət 1-dən müsbət 7-yə gəlirsə, deməli bu elektron verir 6 dənə. 3-ə də vururuq, çıxılsın 18 elektron. 18 elektron verməlidir ki, 3 mol müsbət 1 ionuna malik olan Y, 3 mol müsbət 7 ionuna malik olan. Normalda 3 vurulsun uşaqlar. 6 dənə elektron verməyib, veririk 6 dənə elektron. 3 dəfə də 6, 18 dənə elektron. İndi uşaqlar, mən bunun üçün necə balans qurum? Hər iki tərəfdə elektron verilib. Alınan elektron siz burada görürsünüz. Bizdən məsələdə nə istəyir? Verdiyi və aldığı elektronların sayının fərqi. Burada heç elektron alınmayıb. Deməli, bu şəkildə birləşməni biz götürə bilmərik. X qeyri-metal deyil. X oldu metal, Y oldu qeyri-metal. Çünki bu şəkildə məsələni həll eləyəndə elektron alınmır. Ancaq elektron verilir. Belə bir oksidləşmə reduksiya reaksiyası da mümkün deyil. Oksidləşmə reduksiya reaksiyasında həm oksidləşdirici olur, həm də reduksiya edici olur. Burada ancaq uşaqlar elektron verilib, ancaq reduksiya edici var. Mən burada alınan elektronu hardan hesablayayım? Deməli, birləşmədə X-in qeyri-metal olma ehtimalı %0'dır. X metaldır, Y də qeyri-metaldır. Cavabı da bayaq tapdıq ki, 21. İndi keçirik 69-cu suala. Hər iki hala baxdıq uşaqlar, yoxladıq. Gördük ki, X-in qeyri-metal olanda məsələnin cavabı düzgün gəlmir. Uyğunluğu müəyyən edin. Oksidləşmə reduksiya reaksiyasına bizə verib. Gəlin uyğunluğu müəyyən eləyək. Reduksiya edici maddə, yəni elektron verən maddə. Manqan 12 üçün başlayaq ilk öncə. Manqan müsbət 4 oksidləşmə dərəcəsində. Manqan gəlir müsbət 2 oksidləşmə dərəcəsində 2 dənə elektron alır. Manqan 12 bura aid deyil. Xlor mənfi oksidləşmə dərəcəsindən xlor 0 oksidləşmə dərəcəsinə gəlir. 2 dənə elektron verir. Ona görə 2B getdi, 1-ə getdi B. Davam edirik. Daha sonra kükürt üçün keçirik 2-yə. Kükürt 0 oksidləşmə dərəcəsindən müsbət 4 oksidləşmə dərəcəsinə gəlir. Deməli, burada kükürt elektron verdiyinə görə reduksiya edici xassəsə göstərir. 2-yə də getdi C. Keçirik 3-ə. İlk öncə gəlin mis 2 oksidə baxaq. Mis burada müsbət 2 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. 2 dənə elektron alır. Onda mis 2 oksidi cavabımıza aid deyil. NH3-ə keçirik. Azot mənfi 3 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. 6 dənə elektron verir. 6 dənə elektron verdiyinə görə niyə 6 dənə? Uşaqlar 3 dənə elektron verir, 1 dənə azot. Burada 2 dənə azot var axı, 2 mol azot var. Ona görə 6 dənə elektron verir, 3-ə də gedir. Y variantı reduksiya edici xassəsə göstərən maddə 3-də NH3-dür. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə oksidləşmə reduksiya reaksiyaları bölməsinin oksidləşmə reduksiya prosesləri mövzusundakı 31-dən sona qədər olan sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun. Sağ olun.